Sıfırdan biznes qurub mağaza açıram. 13-cü gün biznes quranlar kimi mənim də yolum Sədərəkdən keçir. Mağazaya divan, stol, kreslo ilə belə bir şeylər alınmalıdır. Ona görə gedirəm Sədərəyə. Bu gördüyünüz kresloya tam 65 manat pul verirəm. Qayıdıram dala və bu gördüyünüz stolların ikisinə 50 manat pul verirəm. Daha sonra gedirəm vitrin aksesuarlarına. Buradan 90 manat panel alıram. 75 manat pulları alıram və bir güzgüdə mama evə alır. Divan alıram, daha sonra 250 manata, qabağında balaca stol alıram 45 manata, stolun seçimini 2 manata, klyonkanı da alıram 12 manata. Sonra mənə o muncuqlu pərdələrdən lazım idi, 55 manat alıram, daha bir qəpik də düşmədi. Yəni mən istədiyim ki, onlardan hərəm-hələm yaxşılarını tapmaq olmur. Biznes qurmaq istəyirsinizsə, onun biznesini qura bilərsiniz məncə. Papam gəlir və portla gedib biz mebelləri falan, daha doğrusu Ramin gedir, gətirir Sədərəkdən alıb qoyduqlarımızı və mən bunları artıq mağazama düzürəm. Bu gördüyünüz divanı mən almaq istedim. Təbii ki, getdim və aldım. İndi onun zövqünü yaşayıram. Mağazama gələn müştərilərim rahat yerdə otursunlar, qəşəng oturub çay içsinlər deyə almışam bunu. Ona görə də nə edirik? Gəlirik mağazaya və məndən ətirlərinizi, aksesuarlarınızı alırsınız. Mən elə bilirəm ki, bu mağazanı sizin də əl-elə verib almışam. Belə düşünürəm, çünki hər şey sizinlə paylaşdım və çox gözəl gördüyüşlərinizi almışam. Daha sonra bu kreslonu açıram və stolda falan qoyuruq qabağına. Balaca 2 dənə bu stolları almışdım. Bunları da qoyuram yanına ki, birdən gələndə mağazama birdən-birə çox adam gəlir, ham rahat otursun. Bu vaxta kimi mən əlimdən gələn elədim. Bundan sonra əziz izləyicilərim, sizdən asılıdır. Siz əgər məni seçsəniz daha yaxşı olacaq. Mənə dəstək olmaq üçün səhifəmi takib etməyi unutmayın. Təbii ki, bu gördüyünüz panelin ölçüsü düz gəlmir. Onu kəsmək lazımdır. Yuxarıdan boş hissəsi qalır. Əslində qalmağa yaxın, çünki ora kimi heç kəsin əli çatıb, heç kəsin boyu çatıb bura baxası deyil. Sonra ki, Allah qardaşımın canını sağ eləsin. Qardaşım bunları qəşəng-qəşəng düzəldir, kəsir, atamla əl-elə verirlər, dəstək olurlar, kömək olurlar və son toxunuşları da yapıyoruz. Bu pərdəni də aldım, əziz qızlarım. Bu pərdənin biznesini mütləq qurun, qəşəng pərdələr düzəldir. Mən bu tapıcı canım çıxdı. Daha sonra biz burada gördüyünüz kimi bu paneli papamla qardaşım vurur. Sonra isə mən belə üzərinə qırçoqların keçirdim. Qırçoqların bir dənə 35 qəpik, 500 dənə almışdım, çox almışam. Bunu aparıb qaytaracağam. Nəysə ki, beləcə bu pərdə divara vurulur, amma çox qəşəng göstərir. Sonra bu qırçoqları da keçiririk. Canım qızım, canım anam da kömək eləyir. Təbii ki, arxa fondan daha çox kömək eləyir. Nəysə ki, axırda sizə göstərim. Axır ki, istədiyim səviyyəyə gəlib çatdıq. Mağazamı. Bu arada Timurdan da vurmuşam bir çox dekorlar. Onlar da gəlsin. Onları da sizinlə bölüşəcəm. Daha maraqlı olacaq, çünki biz artıq vitrinlərimizi yığacağıq.